gənclər arasındakı işsizliklə bağlı problem var cəmiyyətdə. Çox ciddi narazılıq var bundan bağlı. Gənclər bir tərəfdən müasir dünyada ali məktəbi bitirir və iş bazarı deyək, əmək bazarı deyək, müstəqil bir bazardır orada. Əgər sənin səviyyən varsa, savadın varsa, iş tapa bilirsən, yerini tapa bilirsən. Bu istiqamətindəki dövlət səviyyəsində də mən deyərdim, bəlkə də asan xidmət qədər müsbət bir tendensiya var dövlət qulluğuna imtahanlarla bağlı. Elə bir sahədir ki, ondan bağlı ən az mən məsəl üçün şikayətlər eşidirəm ki, orada nəsə bir qolunbazlıq var və yaxud hansısa başqa bir negativ hallar var. Yəni, savada olan, səviyyəsi olan, yaxşı hazırlaşa bilənlər ora daxil olurlar və o da onlar üçün böyük bir perspektiv açır. Yəni, ondan sonra bir yüksəliş proqramı var, o da adamların istedadlı gənclər üçün çaxışı bir perspektiv açır orada. Yəni, bu bir yol var, amma hər kəs o yoldan gedə bilmir, hər kəs o xəttə düşə bilmir, ya bilmir və ya istənilən səviyyədə deyil. Gənc işləməli də haradasa, özünün səviyyəsinə uyğun işləməli. Demirik ki, elə bu ən yüksək səviyyədə işləməlidir, yüksək maaş almalıdır və ya işli olmalıdır bu adamın. O demək deyil ki, bunun əgər səviyyəsi başqalarına nisbətən aşağıdırsa, bu adam elə bekar olmalıdır, çətinlik içərisində olmalıdır. Üz tuturlar hamısı iş yerinədir. Ya sədərəyə gedirlər, bir təhər orada özlərini bir piştaxta düzəldirlər, onun arxasına dayanırlar. Və yaxud çox halda görürsən ki, supermarketlərə gedirlər, 300 manata, 400 manata, yaxşı olanda nə bilim, biraz artıq maaşı işləyir, ali təhsilli, diplomu var. Yəni, diplomsuz gənclərin iş problemi ilə bağlı məsələ gündəmdədir. Dövlət tərəfindən mən hesab edirəm ki, məsələ araşdırılmalıdır. İndi o ötən dövrlərdə vardı təyinatla harasa getmək məsələsi. Mən hesab edirəm ki, əgər cəmiyyətdə gənclərin arasında işsizlik sosial problemə çevrilirsə, insanlar, gənclər işsizlikdən hərəkət edə bilmirlərsə, cəmiyyətin normal üzvü kimi özlərini hiss eləmirlərsə, o göndəriş məsələsinin haradasa, təyinat məsələsinin haradasa yenidən qayıtmaq olur onun üzərinə. Mən hesab edirəm ki, əsas variantlardan biri diplomlu gənclərin işsiz qalmaması üçün hansısa formada əvvəlkindən fərqli olan bir təyinat formasına qayıtmağa ehtiyac var.